Sizcə işə götürənlər üçün biri də siz vacib olan nədir? Portfel yoxsa sertifikat? Tələbə ilk öncə ixtisasını bilmədiyi üçün çox şey qaçırır. Sizcə marketinq üzrə təhsil vacibdirmi, yoxsa elə gedib sertifikat almaq və ya hansısa bir təlimə qoşulmaq kifayət eləyir? Praktikasız nəzəriyyə və nəzəriyyəsiz praktika, yəni sabun köpüyü olur. Deyir ki, gəl sosial mediada bir şeylər paylaş, heç onun adına şey də demir. Deyir ki, Instagramda, Facebookda bir şey paylaş, işimiz yaxşılaşsın. Bu qədər sadə yanaşırlar. Çünki biz izah eləmirik. Tələbə universiteti bitirənə, iş həyatına atılana qədər eyni təfəkkürdə qalırsa, bu artıq tələbənin problemidir. Qarşımıza gələn insanın hansı sertifikata, hansı təhsilə malik olmasından əlavə, hansı vizyona sahib olması önəmlidir. Ümumiyyətlə, marketoloq hansı işləri görür? Çünki LinkedIn-də iş elanlarını görürəm və çoxunda yazılır SMM tələb olunur. SMM-ə videoda çəkdirirlər, montaj eləyir. Sonra qrafik dizayn işi ilə də məşğul olmalıdır. Yəni marketinqə bunların hamısı daxildirmi?